Xoş gördük hər birinizi. Gəlin belə bir testin izahına baxaq nə deyir. Test 1-də deyir ki, hansı bədii təsvir və ifadə vasitələri işlənmişdir? Şair nə deyir? Deyir ki, acı doğru, xoşdur şirin yalandan. Büdrəmə, yapışmaz kimsə qolundan. Bir gün mənə verdiyin soyuq salamdan alışıb yanarsan, ehtiyatlı ol. Baxın, burada hansı bədii təsvir və ifadə vasitələri deyir işlənib. Acı, bir də ki şirin. Bir-birinin əksi olan sözlərdir də. Deməli, əks mənalı sözlər varsa nə var? Bədii təzad var. Sonra deyir ki, büdrəmə yapışmaz kimsə qolundan, bir gün mənə verdiyin soyuq salamdan alışıb yanarsan, ehtiyatlı ol. Soyuq salamdan insan necə alışıb yana bilər? Burada bir qədər şişirtmə var. Şişirtmə varsa deməli nə var? Mübaliğə var. Bir də ki, uşaqlar, acı ilə doğru. Bir də burada məsələn acı deyir doğru, şirin yalan. Burada acı, şirin bunlar bədii təyindir. Bədii təyin varsa deməli nə var? Epitet var. Yəni bizim cavabımız olacaq 1, 4, 5 Y variantı.